Baxın, bu da çox yüngül, rahat, ağır örtük istəməyən xanım. Digər modelimiz bu çəhrayı olanı. Bunu çox sevirəm, bilmirəm. Mən çəhrayı rəng sevərəm, bəlkə də ona görə. Bilmirəm, gəlin ona sərək baxaq. Görək bu necə görsün. Bu da onun kimi yumuşaq, qızlar, yüngül. Bax, görürsünüz. İstifadə üçün çox uyğundur, yüngül bir şeydir. Bir pakrivaldır. Sadəcə bu mənim taxtım 1.60-dır deyə. Bu da mənim taxtıma böyükdür. Çünki bizdə o tərəfdə burada şey yoxdur. Bu tərəfdə yəni tumuçka var, o tərəfdə yoxdur. Ona görə mənə elə də böyük gərək lazım deyil. Bunu da belə sərəcəyəm. Böyük, baxın elə. Bəzi xanımlar deyir ki, qızlar, mənim taxtım böyükdür. Mənə böyük razmir lazım. Bax, bu böyük xanımlar. Hələ baxın, o tərəfə də keçmişəm və bu tərəfə də. Bu 1.60 taxtlar üçün polunu böyükdür. Bunu böyle düzəldək. Baxın bu cür. Bu da belə bir görüntüsü var. Buna da baxaq. Bu necə? Bu da geçək. Ay, çox şirindir. Hə. Bu da mənim otağıma düşür. O kəpənəkdə düşür. Görürsünüz mü? Baxaq necə görsənir. Hə qızlar, açıq, soft pəmbə tonlu. Nə gözəliymiş qızlar. Bu mən həmişə göstərirəm mən. Amma otaqda sərəndə daha bir başqa cür görsənir. Görünüzü gözəldir. Çox qəşəngdir bu da. Yenə qızlar, böyük ölçüdə 2.30 kəlli və görürsünüz, yumuşaq, yüngül. Bu da 2.30 kəlli və bunun da qiyməti cəmi 35 manatdır. Bu da növbətçi. İndi digərinə keçək.